Hər birinizi salamlayıram. Elxan Xanalizadə kanalına baxırsınız və hal-hazırda mən ssenari otağında, iş başında, ssenari masasındayım və yanımda bizim sevimli aktyorumuz, Respublikanın əməkdar artisti İlham Hüseynov var. Siz onu İmtina serialında Adəm kimi tanıyırsınız və Adəm obrazını İlham Hüseynov gözləntilərin üstündə oynayır və hətta biz yaradıcılar onun bu oyununa heyranlıqla baxırıq efirdə siz tamaşaçılar kimi. Mən indi İlham müəllimə bir sual verəcəm. Bu mənə özümə bir vətəndaş kimi maraqlıdır. Siz baxmayaraq ki aktyorsunuz, bu obrazın üstündə işləyib bunu bu cür oynayırsınız Adəmi. Biz artıq efirdə o məqamlara gəlib çatmışıq ki, Eldar artıq sizin üzünüzə qayıdır. Eldar artıq özü nələrsə eləyir, sizdən xəbərsiz, öz başına. Baxanda sizdə hansı təəssürat yaranır? Eldar-Adəm münasibəti, ata-oğul münasibəti. Bax, bu barədə istəyirəm bir balaca söhbət edək. Buyurun. Salamlayıram bizi izləyən bütün insanları, tamaşaçıları. Mən belə başa düşdüm ki, insan kimi mənim Adəmə mövqeyimi bilmək istəyirsən. Bəli. Həm Adəmə, həm Eldara, ümumiyyətlə onların ata-oğul münasibətinə. Belədir ki, bir aktyor kimi, bir insan kimi təbii mənim Adəmlə xarakterim, düşüncəm, bütün xüsusiyyətlərim heç biri üst-üstə düşmür. Mən tamam başqa bir insanım. Adəm isə obrazdır. Mən onu oynayıram. Bu mənim sənətimdir. Təbiidir ki, ola bilər, məsələn, indi təriflər eşidirəm ki, məndə mənfi obrazlar yaxşı alınır. Bu o demək deyil ki, mənim elə xüsusiyyətlər var deyə mən yaxşı oynayıram. Yox. Belə düşünənlər var ama. Var, belə düşünən təbii. O zamana qədər ki, ta ki məni yaxından tanıyır. Mən tamam başqa bir adamım. Əgər mənim bir insan, vətəndaş kimi münasibətim təbii ki, o yaxşı deyil. Onun Eldar oğlunun da onun üzünə qayıtmağı bu təbii bir haldır. O atasından nümunə götürmək məcburiyyətindədir. O gözünün qabağında hər gün gördüyü ata hansı düşüncənin, hansı xasiyyətin sahibidirsə, təbiidir ki, özü istəmədən uşağın canına, qanına, düşüncəsinə opur və belə də olmalıdır. Və hadisələrin belə gedişatı çox məntiqə söykənir ki, öz verdiyin və öz gördüyün işlərin nəticəsi özünə qayıtmalıdır. Təbiidir ki, mən bunu çox yaxşı qəbul edirəm, insan kimi ki. Yaxşı ki, o bişirdiyi aşın dilinə tökərsən aşına, o da çıxar qaşığına. Bişirdiyi aşın dadının ləzzətini özü dadmaq məcburiyyətində qalır. Bax belə. Sənə belə gəlirmi ki, valideynlər bax o münasibətləri görəndə övladlarına qarşı daha həssas olacaqlar? Yəni uşağa nəyi göstərirsənsə, tərbiyə verən zaman ona xüsusi deməyə ehtiyac yoxdur. Sən necə davranırsansa, uşaq da elə olacaq. Mən valideyn deyiləm, olmamışam. Amma mənim valideyn haqqında belə bir düşüncəm, təəssüratım var. Hər bir evlad atanın sənət əsəridir. Canlı sənət əsəri. O onu yaratmalıdır. O onu yetişdirməlidir. O həyatda əksinə özü buraxdığı səhvlərdən nəticə çıxardıb, o səhvləri evladına ötürməməlidir. Əksinə, o evladı özündən daha mükəmməl, daha ali, daha gözəl yetişdirməlidir ki, sonda da baxıb öz əsəri ilə fəxr eləyə bilsin. Mənim düşüncəm bax budur. Bu qədər. Mən sizə təşəkkür edirəm. Bugün bu çəkiliş arası qısa fürsətdən istifadə edib bir balaca bu söhbəti elədik. Fürsət olduqca biz Elxan Xanalizadə kanalında
çalışacağım ki bizim obrazlarla belə qısa söhbətləri sizə təqdim edeyim. Kanala abunə olun, videonu bəyənin və aktyor İlham Hüseynovun Adəm obrazına münasibəti haqqında düşüncələrini eşitdiniz. Siz nə düşünürsünüz? Bəlkə ola bilər elə insan var ki, Adəmə haqq verər, elə insan var ki, Adəmi lənətləyər, fərqi yoxdur. Bütün hallarda öz düşüncələrinizi yazın. İlham müəllim də davamlı olaraq Elxan Xanalizadə kanalına baxır, oradakı videoları izləyir, şərhləri oxuyur. Bu barədə biz dəfələrlə söhbət eləmişik və sizin bu videonun şərh bölümündə yazacağınız şərhləri də təbii ki oxuyacaq və hətta ola bilər ki, növbəti fürsətlərdə, çünki onun həm tamaşa, teatrda məşqləri çox olur, vaxtı çox məhduddur, çəkilişlər filan. Demək olar ki, ulduz həyatı yaşayır demək olar sizin haqqınızda. Tək həmişə belə olsun, çəkilişdən, tamaşadan vaxtınız olmasın. Çox sağ olun. Bir sözlə İlham müəllim sizin şərhlərinizə reaksiya verəcək. Kanala abunə olun, videonu bəyənin, paylaşın ki, daha çox tamaşaçının belə deyək İlham müəllimin düşüncələri haqqında məlumatı olsun. Sağ olun. Sağ olun.